Salam əziz şagirdlər, bugün dərsimiz birləşmələrdə rabitələrin sayının tapılmasıdır. Baxın, həm ion rabitəsi, həm kovalent rabitə olan birləşmələr əsaslarda olasıdır, duzlarda. Bir də amoniumun duzlarında həm ion, həm kovalent rabitə var. İndi gəlin bunların necə saylarını tapmaq mümkündür, ona baxaq. İon rabitələrin sayı kationun sayı ilə valentliyin hasilinə bərabərdir. Kovalent rabitənin sayı əsasda hidroksil qruplarının sayı, duzlarda isə mərkəzi atomun valentliyinə baxılasıdır. Baxın uşaqlar, burada hidroksil qrupları verilibdir ilk növbədə. Metalın valentliyi nə qədərdirsə, ion rabitə o qədər olasıdır. Birincidə metal 1 valentlidir, ion rabitə 1 dənə. İkincidə 2 valentlidir, ion rabitə 2. Metal 3 valentlidir, ion rabitə 3 olasıdır. Kovalent rabitənin sayı isə hidroksil qruplarının sayı ilə müəyyən olunur. Baxın, burada 3 dənə hidroksil qrupu var. Ona görə kovalent rabitənin sayı 3 dənə olasıdır. Burada 2 dənədir. Rabitənin sayı 2 olasıdır. Nitratlarda da metalın valentliyi ilə, yəni metalın valentliyi nə qədərdirsə ion rabitəsi olasıdır. Polyar kovalent rabitə isə burada azotun valentliyi 4-dür. 4-ü sayına vurasıyıq. Orada olasıdır kovalent rabitənin sayı. Digər birləşmələrdə isə yenə ion rabitə metalın sayı ilə valentliyinin hasilinə, kovalent rabitə isə mərkəzi atomun valentliyinə baxılasıdır. Gəlin birləşmələrə bir-bir baxaq. Birinci əsaslardan başlayaq. Gəlin burada ion rabitənin sayını tapaq. Bilirik ki, alüminiumun valenti neçədir? 3. 3 olduğu üçün burada ion rabitələrinin sayı 3 olasıdır. Kovalent rabitənin sayı əsaslarda dedik, hidroksil qruplarının sayı ilə müəyyən olunur. Kovalent rabitənin sayı da burada 3 olasıdır. Qrafik formula baxdığımız zaman bilirik ki, ion rabitə metalla qeyri-metal arasındadır. Bu 1, bu 2, bu da 3. Deməli, 3 dənə ion rabitəmiz var. Kovalent rabitə qeyri-metallar arasında əmələ gələsidir. 1, 2, 3. Deməli, burada da 3 dənə kovalent rabitə var. Digər birləşmələrimizə baxaq. Məsələn, duzlara baxırıq. Burada kaliumun karbonat duzudur. Burada ion rabitənin sayını birinci hesablayaq. İon rabitənin sayı dedik ki, kationun sayı ilə valentliyinin hasilinə bərabərdir. Bilirik ki, kaliumun valentliyi 1-dir. 1-dir və sayı 2 dənədir. 2-ni 1-ə vuranda 2 eləyəsidir. Deməli, 2 ion rabitə var. Kovalent rabitənin sayını tapanda mərkəzi atoma baxırıq.